Fars körfəzinin 6 ərəb ölkəsinin xarici işlər nazirləri İranın Qətərdəki Amerika Birləşmiş Ştatları hərbi bazasına hücumunu müzakirə etmək üçün Dohada təcili iclas keçirəcək. Bu barədə Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budayvi məlumat verib. Bildirilib ki, Oman, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt xarici işlər nazirlərinin rəhbərləri İranın Qətərə hücumunu müzakirə etmək üçün Dohada bir araya gələcəklər. Ərəb ölkələrinin təcili toplanması İran-İsrail müharibəsi və Birləşmiş Ştatların münaqişəyə müdaxiləsi fonunda başa düşüləndi. Sözü gedən ölkələr Vaşinqtonun bölgədəki yaxın tərəfdaşlarıdır. Əgər Tehran Qətərdə olduğu kimi digər dövlətlərdəki Birləşmiş Ştatlar bazalarını hədəf alarsa, bu regionda kütləvi formada eskalasiyaların yaranmasına səbəb olacaq. Onsuz da İsrail-İran arasındakı müharibə səbəbindən logistika, hərbi və iqtisadi sahədə çətinliklərə məruz qalan körfəz ölkələri savaşın onlara da sıçrayaraq gərginliyin artmasını istəmir. Odur ki, Qətərdə aparılacaq müzakirələrin əsas məzmunlarından biri Tehranla danışıqlara gedilməsi və öz ölkələrinin savaşdan kənarda tutulmasıdır. Təbii ki, paralel olaraq mümkün müharibə ssenarisinə hazırlıq və lazım olarsa İrana birgə hücum da gündəmdədir. Tək başına heç bir körfəz ölkəsi Tehrana qarşı mübarizə apara bilməsə də, ortaq şəkildə savaşaraq düşmənlərini ən azından özlərinə qarşı hücumlardan geri çəkilməyə məcbur edə bilərlər. Bu faktiki olaraq müharibənin arealının genişlənməsi və hər nə qədər zərbələrin müvafiq ABŞ hərbi bazalarına yönlənməsinə baxmayaraq ayrı-ayrı ölkələrin, yəni qonşu ölkələrin, Qətərin, İraqın və digərlərinin də hədəfə alınması ehtimalını artırır. Odur ki, bununla bağlı müvafiq görüşün keçirilməsi, müvafiq planların hazırlanması, İranla bağlı növbəti addımların, hansı addımların olacağı ilə bağlı vahid bir fikrə gəlmək üçün bu cür görüşlər olduqca vacibdir. Digər tərəfdən İran yaxın və orta şərqin aparıcı dövlətlərindən biridir və bu səbəbdən körfəz ölkələri ötən əsrdən bəri Tehranın zəifləməsini istəyib. Amma proseslərdə öz iştiraklarını arzulamayıblar. Çünki hər bir halda ortaq hərəkət edə bilsələr belə İranla savaş region dövlətlərinin çətinliklərlə üzləşməsinə səbəb ola bilər. İlk olaraq Tehranla savaş dağlıq relyefi regiondakı ən güclü orduya və böyük əhaliyə sahib olması baxımından heç də asan deyil. İran lazım gələrsə hücum xarakterli olmasa da müdafiə taktikası ilə müharibəni uzun illər davam etdirə bilər. Tehranla qazana bilməyəcəkləri savaşa girmək isə körfəz ölkələri üçün sadəcə hərbi və maliyyə etkisi deməkdir. Bundan əlavə İran ərəb ölkələrinin ortaq hərəkət etməsi fonunda Hörmüz boğazını bağlaya, hətta ərazini tamamilə minalaya bilər. Dünya neft və qaz emalının böyük bir hissəsini körfəz ölkələrinin təmin etməsi, bunun üçün də Hörmüz boğazından istifadə olunması nəzərə alındıqda regionun gəmilərin keçidinə bağlanması, dünyanın mislik görünməmiş iqtisadi və enerji böhranı ilə üzləşməsinə səbəb olacaq. Bütün bunların fonunda körfəz ölkələri həm iqtisadiyyatlarını təhlükəyə atmamaq, həm də regionda sülhün bərqərar olması üçün əvvəlcə öz aralarında, daha sonra İranla razılığa gəlməyə çalışacaq. Körfəz ölkələri həm dini müstəvidəki mübarizədə, o cümlədən regionda liderlik uğrunda mübarizədə İranın zəifləməsində maraqlı tərəfdirlər. Lakin mənim fikrimcə körfəz ölkələri bu prosesin müharibə və dağıdıcı addımlarla baş verməsini istəmirlər. Çünki İranın parçalanmaq həddinə çatması kimi bir ssenarilər ümumilikdə yaxın şərq bölgəsi, yəni körfəz ölkələrini yerləşdirib, bütövlükdə bu bölgəni təhlükə altına sala bilər. Yəni bu proses həm də körfəz ölkələri üçün həm iqtisadi, həm humanitar böhranlar bəllidir. Və ən əsası isə müharibənin regional müstəviyə yayılması riski var. Amerika Birləşmiş Ştatlarının İranın nüvə mərkəzlərinə hücumuna adekvat olaraq İran tərəfi Amerikanın hərbi bazalarına, xüsusilə Qətərdə, Bəhreyndə hərbi bazalarına kütləvi raket hücumu həyata keçirdi. Təbii ki, bunu Amerika Birləşmiş Ştatları gözləyirdi, amma göründüyü kimi körfəz ölkələrini də narahat edən əsas məqam məhz İranın onların ərazisində olan hərbi bazaları hədəf almasıdır. Həmçinin Hörmüz boğazının bağlanması təhlükəsidir. Çünki körfəz ölkələrinin nefti məhz Hörmüz boğazından keçir və bu da təbii ki, onların iqtisadiyyatına mənfi təsir edə bilər. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İsrail-İran arasında atəşkəsin əldə olunduğunu elan etməsinə baxmayaraq, bu kövrək atəşkəs hesab olunur. Çünki tərəflər sərt ritorikanı davam etdirir və özünü qalib hesab edir. Bu isə sadəcə növbəti qarşı durmaya hazırlaşmaq üçün götürülən time-out'a bənzəyir.